Halda baxırsınız ki, qaba 184 qram qaz qarışığı töküblər. Qabın içərisində aqram bromlusu var. Aqram bromlusu var. Və nəticədə qaba XY töksələr də həmin qabdan X qazı ayrılıb. Yəni, X reaksiya daxil olmayıb. Bunu demək istəyirlər. İndi növbəti qaba baxın. A üstə gəl 56 olubdur. Bayaqlarım A idi. İndi olub A üstə gəl 56. Deməli, 184 tökmüşdülər. Amma qabın içində 56-sı qaldı. Yerdə qalan hissəsi getdi. Deməli, 184-dən 56-ın çıxanda 128 qram, 8 mol X deməkdir. Bunu müxtəlif yollarla, tənasüblə, elə düsturun özündən istəsəniz tapa bilərsiniz. Düsturla nü bərabər kiçiyim bölünsün böyüyüm. Kiçiyim 128-dir, nü 8-dir, böyük M isə bərabərdir. 128 bölünsün 8, bu deyəcəkdir 16. İndi burada nisbi molekul kütləsi 16 olan metan olacaqdır. Şərtdə də onsuz da demişlər ki, karbohidrogenlərindən ibarət qarışıq. Deməli, 38-ci sualda doğru cavab D variantı olacaq.